Salam, mövzumuz 6-cı sinif 23-cü mövzu tərəvəz xörəklərinin hazırlanma texnologiyasıdır. Tərəvəzlərin tərkibində orqanizm üçün böyük miqdarda vitaminlər, mineral maddələr olduğu üçün tərəvəzlər insan üçün, insan qidalanması üçün əvəzsizdir. Sarımsaq, soğan, turp kimi tərəvəzlərin tərkibində xəstəlik törədən bakteriyaların, göbələk və virusların inkişafını ləngidən maddələr mövcuddur. Tərəvəzlərin saxlanması, aşpaz emalı zamanı vitaminlərin qorunmasını təmin etmək üçün müəyyən qaydalar var ki, onlara riayət etmək lazımdır. Tərəvəzlər müsbət 1 dərəcədən müsbət 3 dərəcəyə qədər temperaturda qaranlıq yerdə saxlamaq lazımdır. İsti emal zamanı tərəvəzlərdə C vitamininin saxlanması üçün oksidləşən qabdan istifadə edilməməlidir. Oksidləşən qab, yəni üst qatı olmayan metal. Əsasən emal qablardan istifadə olunur və yaxud da salat zamanı şüşə qablardan istifadə olunur. Tərəvəzləri duz qatılmış qaynayan suda bişirmək lazımdır. Şorbalar üçün nəzərdə tutulmuş soğan, yer kökü, ağ soğanaqlar, cəfəri, kərəviz, bu tərəvəzləri qaynatmazdan əvvəl yağda qızartmaq lazımdır. Bişirmə zamanı tərəvəzlərin hava ilə təmasını maksimum azaltmaq lazımdır. Tərəvəzlərin üzəri su ilə tam örtülməlidir. Qazanın ağzı qapaqla sıx bağlanmalıdır. Aşpazlıqda tərəvəzlər qidada istifadə edilmə üsuluna görə bir neçə qrupa bölünür. Tərəvəzlərin qrupları bunlardır: meyvə köklülər, kök yumrusu, kələm fəsilərlər, qabaq fəsilərlər, paxlallar, quş üzümü fəsilərlər, yarpaqlılar və soğanaqlılar. Deməli, ümumilikdə 8 qrup saydıq. Təkrar edirik: meyvə köklülər, kök yumrusu, kələm fəsilərlər, qabaq fəsilərlər, paxlalılar, quş üzümü fəsilərlər, yarpaqlılar, soğanaqlılar. Tək-tək qruplara hansı tərəvəzlər daxildir, onları qeyd edək. Meyvə köklülərə aiddir şalğam, çuğundur, yer kökü, turp, qırmızı turp, soğanaqlı cəfəri və kərəvz. Meyvə köklü o deməkdir ki, onun kökü, yəni həmin bitkinin kökü, həm də onun meyvəsidir. Ona görə də onlara meyvə köklülər deyilir. Yəni yadımızda qalmayan bir tərəvəz adı olduqda bu məntiqlə yadımıza sala bilərik ki, hansı tərəvəzlərdə kökü həm də meyvəsidir. Kök yumrusu: kartof, yer badamı, batat, yəni şirin kartof. Kök yumrusu nədir? Kök yumrusu budur ki, meyvə köküllər kimi onun kökü onun meyvəsi deyil, amma köklər birləşir həmin yumrulara. Ona görə də ona kök yumrusu deyilir. Məsələn, kartofda bu belədir. Daxildir digərləri hansılar oldu? Yer badamı və şirin kartof. Kələm fəsilərlər. Kələm fəsilərlər dedikdə ümumilikdə bütün kələm növləri bura daxildir. Ağ və qırmızı baş kələm və gül kələmi. Qabaq fəsilərlər: xiyar, qabaq, Yunan qabağı. Niyə xiyar da qabaq fəsilərlərə aiddir? Çünki bunlar həm balqabaq, həm də xiyar. Eyni necə deyək, tərəvəzlər tağ üsulu ilə, hər ikisinin yarpağı eynidir, hər ikisi tağ üsulu, yəni yerlə sürünən bir quruluşa malikdir həmin bitkilər. Eyni quruluşda olduğu üçün onlara qabaq fəsilərlər deyilir. Paxlallar: noxud, lobya, paxla, yer fındığı. Quş üzümü fəsilərlər: pomidor, badımcan, şirin bibər. Yarpaqlılar: çahı və zəri. Soğanaqlılar: şalğama oxşar soğan, sarımsaq və kəvər. Tərəvəzlərdən müxtəlif çeşidli əsas xörəklərlə yanaşı həm də balıq və ət üçün qarnirlər də hazırlamaq mümkündür. Qarnir nədir? Qarnir ət və balıq xörəklərinə əlavə olunmuş bişmiş tərəvəzdir. Tərəvəzlərin isti emalının əsas üsullarına müxtəlif qaynatma və qızartma növləri, kombinə edilmiş emala isə pörtlətmə və qızartma aiddir. Deməli, isti emalın əsas üsulları oldu: qaynatma və qızartma, kombinə edilmiş emal isə oldu pörtlətmə və qızartma. Qaynadılmış tərəvəzlər böyük miqdarda mayedə, ya suda, ya süddə, ya da ət suyunda bişirilmiş tərəvəzlərə deyilir. Qızardılmış tərəvəzlər isə mayesiz, yağ əlavə edilərək isti emal yolu ilə hazırlanmış tərəvəzlərdir. Yağ əlavə edilmiş, qalın dibli tavada ərinmiş bol yağla sobada və saxsı qablarda qızartmalar ən geniş yayılmış üsullardandır. Pörtlədilmiş tərəvəzlər əvvəlcədən yarıhazır vəziyyətə qədər qaynadılır və ya qızardılır, sonra qızardılmış soğan, ədviyyat və ət suyu əlavə edilir. Sobada bişirilmiş tərəvəzlər əvvəlcədən qaynadılır, yarıhazır vəziyyətə çatana qədər qızardılır, sonra isə xama və ya ət şirəsi əlavə etməklə 200-300 dərəcədə sobada bişirilir. Bişirilməmiş, yəni yarıhazır vəziyyətə gətirilməmiş çiğ tərəvəzləri də sobada bişirmək mümkündür. Köz üzərində bişirilmiş tərəvəzlər. Tərəvəzlər əsasən də badımcan, pomidor, bibər, kartof yuyulur, köz üzərində bişirilir, sonra qabıqları təmizlənir, doğranır və süfrəyə verilir. Hazırlanma üsulundan asılı olmayaraq tərəvəzlər bir neçə mərhələdə ilkin emaldan keçirlər. Hansıdır bu ilkin emallar? Növlərə ayırma, yuma, təmizləmə, doğrama. Bunlar ilkin emal sayılır. Tərəvəzlərin ilkin emalını tək-tək qeyd edəcəyik, amma öncə isti emal üsullarının hərəsində özümüz üçün bir qeyd edəcəyimiz açar söz tapaq. Deməli, tərəvəzlərin isti emalının əsas üsulu hansılar oldu? Qaynatma və qızartma. Kombinə edilmiş emalı isə oldu pörtlətmə və qızartma. Qaynadılmış tərəvəz nə idi və nədə qaynadılırdı? Böyük miqdarda mayedə. Maye nə idi? Su, süd və yaxud da ət suyu. Bu üç mayədən birində bişirilmiş tərəvəzlərə nə deyilirdi? Qaynadılmış tərəvəzlər deyilirdi. Qızardılmış tərəvəzlərdə maye istifadə olunmur. Mayesiz yağ əlavə edilərək hazırlanır.
Yağ əlavə edilmiş, ya qalın dibli tavada bişirilir, ya da sobada, saxsı qablarda qızartmalar yerinə yetirilir. Bu da oldu qızardılmış tərəvəzlər. Pörtlədilmiş nə deməkdir? Yarı hazır vəziyyətə qədər qaynadılan və yaxud da qızardılan tərəvəzləri qızardılmış soğan, ədviyyat, ət suyu əlavə etməklə bişirilməyə pörtlədilmiş tərəvəz deyilir. Sobada bişirilmiş tərəvəzlər. Bilirik ki, sobada bişirilmiş tərəvəzləri ya əvvəlcədən qaynadıb yarı hazır vəziyyətə gətirirlər və yaxud da qızardıb yarı hazır vəziyyətə gətirirlər və yaxud da ki, heç bişirmirlər. Çiğ halda belə sobada tərəvəzi bişirmək mümkündür. Amma pörtlədilməklə fərqləndirsək, hər ikisi əvvəlcədən yarı hazır vəziyyətə gətirilir. Yarı hazır vəziyyətə gətirmək də o deməkdir ki, ya qaynadılır, ya da qızardılır. Pörtlədilmədə sonradan qızardılmış soğan, ədviyyat, ət suyu əlavə edilir, amma sobada bişirilmədə xama və ya ət şirəsi əlavə olunur və 200-300 dərəcədə bişirilir. Köz üzərində bişirilmiş tərəvəzlər isə belə olur ki, tərəvəzlər öncə yuyulur, sonra köz üzərində bişirilir, sonra qabıqları təmizlənir və doğranıb süfrəyə verilir. İndi isə ilkin emala nəzər salaq, onların növlərini yadda saxlayaq. İlk emal növlərə ayırmadır. Növlərə ayırma nədir? Tərəvəzlər keyfiyyətinə, yetişmə dərəcəsinə, ölçüsünə görə seçilir. İlk növbədə yarpaq, budaq, tumurcuqlar seçilərək ayrılır. Sonra qidaya yararsız olanları, yəni çürümüş, kal, çox yetişmiş, solmuş tərəvəzlər seçilib kənarlaşdırılır. Növlərə ayırma bu deməkdir ki, onları ölçüsünə, yetişmə dərəcəsinə və yaxud da keyfiyyətinə görə bir-birindən ayırırıq. Buna da deyilir növlərə ayırma. Yuma adından da bəlli olduğu kimi çirk, torpaq qalıqları, müxtəlif kimyəvi maddələr və s. yuyulub təmizlənir. Təmizləmə meyvə və tərəvəzin yeməyə yararsız, zədələnmiş və az dəyərli hissələri kənarlaşdırılır. Bəzi tərəvəzlərin qabığı soyulur, amma yadda saxlamaq lazımdır ki, qabığın altında ən qiymətli qidalı maddələr var. Bunun üçün də onu nazik soymaq lazımdır. Təmizləmədən sonra tərəvəzlər təkrar yuyulur. Yuma və təmizləməni adətən qarışdırmaq mümkündür bir-birinə, ancaq bir-birindən kəskin fərqlənir. Yuma onun üzərindəki çirki, torpaq qalıqlarını, kimyəvi maddələri su ilə yumaq təmizləməkdir. Təmizləmə isə yararsız zədəli hissələri kəsib kənarlaşdırmaqdır. Yəni sonra qabığının soyulması da təmizləməyə aiddir. Bunlar təmizləmə adlanır. Təmizləmədən sonra da hətta tərəvəzlər təkrar yuyulur. Doğrama. Doğrama yeməyə cəlbedici xarici görünüş vermək və eyni bərabərdə isti emal etmək üçün təmizlənmiş meyvə və tərəvəzlərin doğranılmasına deyilir. Yəni yemək hazırlayanda tərəvəzlərin doğranması onların görünüşünə təsir edir. Həm gözəl görünüş verir, həm də hamısı eyni bərabər ölçüdə doğranarsa, eyni vaxtda da bişmiş hesab olunur. Yəni doğranması həm də onun bişmə vaxtına təsir edir. Tərəvəz salatının hazırlanma texnologiyası. İlk öncə baxaq görək salat nədir? Salat bir və ya bir neçə tərəvəz növündən, həmçinin də tərəvəzlərin ət, balıq, yumurta ilə birləşməsindən alınan soyuq yeməkdir. Salat hazırlayarkən çiğ, qaynadılmış, marinada qoyulmuş və yaxud da duzlu tərəvəzlərdən istifadə edilir. Salatların hazırlanma texnologiyası bir neçə mərhələdən ibarətdir. Tərəvəzlərin ilkin emalı, tərəvəzlərin doğranması. Salatın tərkibinə daxil olan bütün tərəvəzlər eyni ölçülü şəkildə doğranılır. Belə olduqda onlar dadlı, salat isə cəlbedici və iştah açan olur. Salata xama, mayonez və bitki yağı əlavə edilir. Süfrəyə verilir. Lazım gəldikdə salatın tərkibinə sirkə, bitki yağı, duz istiot, şəkər, xardal, hazır qatmalar da əlavə edilə bilər. Doğranmış tərəvəzlərin qırılıb əzilməməsi üçün salatlar ehtiyatla qarışdırılır. Hazır salat xüsusi qablara qoyulur, üzəri bəzədilir. Salatları yalnız onların tərkibinə daxil olan ərzaqlarla, həmçinin cəfəri, süd, kərəviz, kahı ilə bəzəmək olar. Hazırlanmış salat qısa müddətdə süfrəyə verilməlidir. Turşu C vitaminini sabitləşdirdiyi üçün xırdalanmış tərəvəzlərə dərhal bitki yağı, xama, sos əlavə edilir və qarışdırılır. Rahat olsun deyə salat 2 çəngəl və ya çəngəl və qaşıqla qarışdırılır. Hazırlanmış salat qaba təpə formasında yığılır. Menyunu düzgün tərtib etmək üçün yadda saxlamaq lazımdır ki, qızardılmış ət və balıq xörəkləri üçün qarnir qaynadılmış tərəvəzlərdən ibarətdir. Tərəvəzlərin doğranma formalarına diqqət edək. Tircik, dairəvi, nazik saman çöpləri, kvadrat, kub, dilim-dilim, halqa, yarım halqa şəklində tərəvəzlər doğranılır. Yəni salat hazırlayanda və yaxud da yemək hazırlanması zamanı tərəvəzlərin doğranma formaları bunlardır. Təhlükəsizlik və sanitariya qaydalarına diqqət edək. Bıçaqla işlədikdə əllərinizi kəsilmədən qoruyun. Doğranma zamanı bıçaq düzgün tutulmalıdır. Tiyəni yüngülcə sağa əymək lazımdır. Ətçəkən və süzgəclə iş zamanı ehtiyatlı olun və əl barmaqlarınızı zədələməyin. İsti, maye və ya buxar yanıqlarından qorunun. İsti emal edilməyən, çiğ halda işlədilən bütün növ tərəvəzləri yaxşı yuyun.